Bugün Rus dilində önlüklər öyrənirik. İlk önlüyümüz V içərisində mənasını verir. Məsələn, Miyaç v korobki top qutunun içərisindədir. Növbəti önlüyümüz Na üstündə mənasını verir. Miyaç na korobki top qutunun üstündədir. Növbəti önlüyümüz Pat altında mənasını verir. Miyaç pod korobkay top qutunun altındadır. Növbəti önlüyümüz Riyadam S yanında mənasını verir. Miyaç Riyadam s korobkay top qutunun yanındadır. Növbəti önlüyümüz Za arxasında mənasını verir. Miyaç za korobkay top qutunun arxasındadır. Növbəti önlüyümüz Perit önündə mənasını verir. Miyaç Perit korobkay top qutunun önündədir. Sonuncu önlüyümüz Mejdu arasında mənasını verir. Miyaç между коробками top qutuların arasındadır. Bu əlbəttə ki, önlüklərin başlanğıc səviyyə mənalarıdır. Rus dilini irəli səviyyələrdə öyrəndikcə önlüklərin digər əlavə mənalarını da öyrənməyiniz lazım gələcək.